Əvvəla mən Ukrayna xalqına bir şeyi aydın və bir mənalı demək istəyirəm. Siz tək deyilsiniz. Siz həqiqətən tək deyilsiniz. Biz sizinləyik. 100% Ukraynadakı bacı qardaşlarımızın yanındayıq. Amerika Birləşmiş Ştatları da 100% sizinlədir. Mən 100% sizin yanınızdayım. ABŞ Konqresmen Joe Wilson kimi insanlar 100% Ukraynanın tərəfindədirlər. Sizin burada müttəfiqləriniz var və biz sona qədər sizinlə olacağıq. İnanıram ki, bu son yaxındır. Rusiyanı təslim olmağa məcbur edəcəyik. Ukrayna təslim olmayacaq. Çünki Ukrayna Ukraynaya məxsusdur. Mesaj son dərəcə aydındır. Amma mənim dünyaya, prezidentə və konqresə mesajım çox sadədir. Ukraynanı dəstəkləmək Amerikanın ilkin mahiyyətidir. Əgər biz Rusiya ilə qarşı durmaya gediriksə, bunu indi etməliyik. Biz bunu dayandırmalıyıq. Ukraynanı özünü müdafiə etmək üçün lazım olan hər şeylə təmin etməklə. Unutmayın, Ukrayna Rusiyaya deyil, Rusiya Ukraynaya hücum etdi. Və burada Amerikada Ukraynaya dəstək artır. Həm konqresdə dəstək artır, həm də mediada. Çünki başa düşürük, düşmən Vladimir Putin və Rusiyanın gətirdiyi şərdir. Və bu pisliyə görə cavab verməlidirlər və edəcəklər. Biz isə Ukrayna qalib gələnə qədər və onun suverenliyi tam bərpa olunmayana qədər dayanmayacağıq. Sülh, davamlı, möhkəm sülh və real təhlükəsizlik təminatları ilə birlikdə. Elə bir sülh ki, nə Rusiya, nə də hər hansı başqa bir ölkə bir daha belə bir şeyə cəsarət edə bilməsin. Dözümlü olun, qardaşlar və bacılar. Siz tək deyilsiniz. Qələbəmizdən sonra da, onu Sofiya meydanında qeyd etdikdən sonra da, möhtəşəm nümayiş baş tutduqdan sonra da, bütün dünyaya Ukraynanın yenilməzliyini və Ukrayna xalqının gücünü göstərdiyimizdən sonra da, mən Ukrayna uğrunda mübarizəni mütləq davam etdirəcəyəm. Yaşasın Ukrayna! Bu mübarizədə bizimlə birgə olan hər kəsə eşq olsun. Bəli, biz qələbədən sonra da qardaş və bacılarımızı dəstəkləməyə davam etməliyik. Biz biznesin yenidən Ukraynaya qayıtmasını təmin etməliyik. Rusiya tərəfindən dağıdılan hər şeyin bərpa olunmasına nail olmalıyıq və əvvəlkindən də yaxşı olmasına. Yolların, yeni evlərin, yeni mənzillərin tikilisi aparılacaq. İqtisadiyyata milyardlarla dollar axacaq ki, müəllimlər məktəblərə qayıda bilsin. Uşaqlar yenidən təhsil alsın. 20 mindən çox oğurlanmış uşağın Ukraynaya qaytarılması üçün Rus təbliğatının onların şuuruna yeritməyə çalışdığı şərdən azad edilməsi, onlara xatırladılması ki, onlar güclü Ukrayna vətəndaşlarıdır. Öz millətini, ölkələrini və xalqlarını sevmək üçün səbəbləri var. Müharibədən sonra görüləcək işlər inanılmaz dərəcədə çoxdur. Biz ora yenidən biznesi qaytarmalıyıq və bu iş artıq gedir. Xəstəxanalar bərpa olunmalı, yollar yenidən qurulmalı, dağıdılmış məktəblər xarabalıqlardan qaldırılmalı, məhv edilmiş kilsələr bərpa edilməlidir. Müharibə nəticəsində ayrılmış kilsə icmaları yenidən birləşməlidir. Qarşıda görüləcək işlər çoxdur. Qələbə isə yalnız başlanğıcdır. Mən heç vaxt qardaş və bacılarımı tərk etməyəcəyəm. Yadda saxlayın, mən Ukraynanın evladlığa götürülmüş oğluyam və qardaş və bacılarımı heç vaxt tək qoymayacağam. Ukrayna xalqına sözüm budur. Siz heç vaxt unudulmayacaqsınız. Mən sizi heç vaxt tərk etməyəcəyəm. Hiss edirəm ki, biz bağlıyıq. Bizi qırılmaz bir bağ birləşdirir. Doğru doğrudur, yanlış yanlışdır. Bu siyasətlə bağlı deyil, bu hökumətlə bağlı deyil, bu insanlarla bağlıdır. Sizin azad olmaq haqqınızla bağlıdır. Allaha azad şəkildə ibadət etmək haqqınızla, bir yerə toplanmaq haqqınızla, azad danışmaq və öz mesajınızı dünyaya çatdırmaq haqqınızla bağlıdır. Bu sizin azadlıq haqqınızdır. Biz məhz bunun üçün mübarizə aparırıq. Dünyadakı hər bir azad millət bunu anlayır. Mən heç vaxt qardaş və bacılarımı tərk etməyəcəyəm. Biz əbədi olaraq bir-birimizə bağlıyıq. İnanıram ki, bəlkə bir gün kimsə mənə Ukraynaca danışmağı da öyrədəcək. Kim bilir? Amma mən Ukrayna mədəniyyətini sevirəm. Ukraynada mövcud olan dini azadlığı sevirəm. Ukraynalı qardaş və bacılarımın mənə göstərdiyi dostluğu, qardaşlığı və bacılığı sevirəm. Siz heç vaxt tək buraxılmayacaqsınız. Mən həmişə sizin maraqlarınızı müdafiə edəcəyəm. Unutmayın, bu mənim ilk bəyanatlarımdan biri idi. Hər kəsin bir müdafiəçiyə ehtiyacı var. İnanın, qardaşlar və bacılar, Pastor Mark Burns Ukraynanın gözəl xalqı üçün belə bir müdafiəçidir və həmişə də müdafiəçi olaraq qalacaq. Mənə Allatra könüllüləri ilə Romadan Koreyaya qədər işləmək nəsib olub. Biz yenicə Koreyadan qayıtdıq və əlbəttə ki, Ukraynada və eləcə də burada, Amerika Birləşmiş Ştatlarında fəaliyyətimizi davam etdiririk. Bu ilin mart ayından etibarən onlarla sıx əməkdaşlıq edirəm və əmin olmuşam ki, onlar Ukraynanın gözəl ölkəsinin həqiqi vətənpərvərləridir. Onlar Ukraynanı sevir, onu dəstəkləyir
dəstəkləyir və bəşəriyyətə qarşı qayğı ilə dolu açıq bir qəlbə sahibdilər. Məni həyatımda və sevgimdə hərəkətə gətirən məhz budur. Mənim sevgim günahsızlara, səsi olmayanlara olan sevgimdir. Allatra dünyaya azadlıqdan danışan bir səsdir. Onlar təkcə Ukraynada deyil, bütün dünyada həyəcan təbliğ çalırlar. Tanzaniyada mübarizə aparırlar, Çexiyada mübarizə aparırlar. Zorakılığa məruz qalmış bir balaca qız üçün, eləcə də Afrika uşaqlarından öz məqsədləri üçün istifadə edən biri tərəfindən cinsi zorakılığa məruz qalmış başqa insanlar üçün onları müdafiə edirlər. Bunlar Şöhrət və ya var dövlət üçün deyil, dünyaya sevgi və sülh mesajını çatdırmaq üçün çalışan könüllülərdir. Onlar hətta nanoplastik, onun yaratdığı təhlükəni və sağlamlıqla bağlı problemlər mövzusunu gündəmə gətirirlər. Bu insanlar əsl humanistlərdir və onların təkcə Rusiyada deyil, çünki Rusiyada təqib olunurlar. Həm də Ukraynada təqib edildiyini bilmək mənə ağrılıdır. Bu isə ürəyimi parçalayır. Prezident Trumpa hücum edən media orqanları, elə Allatraya hücum edən eyni media orqanlarıdır. Elə mənim haqqımda da xoşa gəlməz şeylər danışan həmin mediadır. Allatra barədə yalan yayanlar da elə həmin adamlardır. Bu sadəcə bir qaralama kampaniyasıdır. Bu yaxınlarda Prezident Trump mənə dedi, "Pastor, sən mediada demək olar ki, mənim qədər tez-tez görünürsən. Çünki media bizim kimilər, həqiqəti deyənlər haqqında yaxşı sözlər demir. Onlar hadisələrin öz versiyasını nəzarətdə saxlamaq istəyirlər. Və məhz bu, Allatranın möhtəşəm könüllüləri ilə baş verənlərdir. Onların Ukrayna uğrunda mübarizə apardıqlarını, amma belə münasibətlə üzləşdiklərini görmək mənə çox ağrılıdır. Mən bunu Ukrayna rəhbərliyinə çox açıq şəkildə bildirdim. Onlar mənim qardaşlarım və bacılarımdır. Onlar mənimlə birlikdə mübarizə aparırlar. Onlar mənə sizə yardım etməkdə kömək edirlər. Sizin mesajınızı dünyaya çatdırmaqda mənə yardım edirlər. Onlar qəti və tam şəkildə Ukrayna pərəstirlər. və bir şey deyə bilərəm, Rusiya bu sahədə xeyli iş görüb və onun FSB-si Ukraynadakı müxtəlif strukturlara sızıb. Elə insanlar var ki, güya Ukrayna adından danışırlar, amma əslində onlar Rusiya agentləridir. Üstəlik, Ukraynada Allatra könüllülərini təqib edən həmin qadın özü də indi dövlətə xəyanətlə ittiham olunur. Bir neçə gün əvvəl mən Marina ilə, yəni sizin prezidentinizlə Ukrayna hökumətinə məktub imzaladım. Məktub artıq çatdırılıb. Mən vəziyyəti çox diqqətlə izləyirəm və Ukrayna hakimiyyətinin ən yüksək səviyyələrində olan insanlarla əlaqə saxlayaraq açıq şəkildə çatdırıram ki, bu insanlar bizim Tərəfimizdədir. Onlar bizimlə birgə çalışırlar. Ölkənizə sızmış, infiltrasiya olunmuş şəxslər isə aradan qaldırılmalıdır. Mən yaxınlarda yaradılmış və artıq özünü doğrultmuş antikorrupsiya orqanlarının fəaliyyətindən böyük qürur duyuram. Bu, Ukraynada demokratiyanın həqiqətən işlədiyinin nümayişidir. Bu ölkədə korrupsiyaya, xəyanətə və vəzifə səlahiyyətlərindən sui-istifadəyə dözməyən insanların olduğunu göstərir. Bu, fəaliyyət halında olan əsl demokratiyadır. Və necə ki, Amerika Birləşmiş Ştatlarında FBI, cəmiyyəti aldadan, rüşvət qəbul edən və ictimai etibadı sarsıdan korrupsiyalı liderləri ifşa etmək və aradan qaldırmaq üçün əlindən gələni edir, bugün eyni proses Ukraynada da baş verir. Və mən çox şadam ki, bunlar artıq işləməyə başlayıb. Amma siz başqa bir məqamı da anlamalısınız. Rusiya Ukraynanın dövlət strukturlarına sızıb. Siz bunu çox yaxşı bilirsiniz. Onlar həqiqətən Rusiyaya qarşı duran insanları təqib edirlər. Allatra Rusiyaya qarşı çox effektiv şəkildə mübarizə aparır. Allatra Rusiyanın əsl simasını dünyaya çatdırmaq üçün böyük işlər görür. Ona görə də Ukraynadakı qardaş və bacılarım, bizə Ukrayna dövlətinin suverenliyini qorumağa kömək edən səslərə hücum etmək qətiyyən lazım deyil. Xeyr, onlara azadlıq verin. Onlarla birlikdə çalışın. Biz iş görməliyik. Bütün dünyanın həqiqəti eşitməsinə ehtiyacı var. Allatra, siz möhtəşəmsiz. Mən bunu hər dəfə kameranın qarşısına çıxanda deyirəm. Siz mənə ilham verirsiniz. Dünyanın hansı güşəsində olmağımızdan, hansı ölkədə yerləşməyimizdən asılı olmayaraq, siz ən yüksək səviyyədə fəaliyyət göstərirsiniz. Və sülhü, rifahı gətirmək üçün sizinlə çiyin-çiyinə dayanmaq mənim üçün böyük şərəfdir. Koreyada, Romada, Vatikanda, Amerikada, Tanzaniyada, Çex Respublikasında harada olur olsun, olduğumuz hər yerdə. Burada söhbət dünyaya sülh və sevgi mesajını çatdırmaqdan, çoxdan verdiyim vədi yerinə yetirməkdən gedir. Səsi olmayanların müdafiəçisi olmaqdan. Məhz Allatra da bununla məşğuldur və mən bunun gerçəkliyə çevrilməsi üçün onlarla birlikdə çalışdığımla qürur duyuram.